Bu da bizim size hediyelerimiz. Siz de olsa böyle Bakın görün. Tanış gelebilir belki. Çok sağ olun. Ay Allah çok sağ olun. Ben de size bakacağım. Beni de bakayım. Hadi de bakalım. Canım benim. Hemen şöyle bir yaratmışım. Ne diyorsun Gülnaz? Sizden oraya yakınlaşalım ben. Çok sağ ol canım. Sizden yakınlaşalım. Özellikle başta bizi bakacaktım. Biz canınızı sağ edersiniz. Çok sağ olun. Çok sağ olun. Var Siz olun. olsak yardım edeyim. Ben çünkü hamız. Bəli, biz hamımız bir tər göncəyik. Açılmamış düyməyik. Nə bilim mən nəyik, nələr. Çok sağ olun. Şöyle bir konuş kaydırmayın. Açılmamış. Canım benim de düğme. Düğme. İndi qızlar dayanın. Gülnaz xanım. Bu gözəl kollektivin Zeynəb xanıma sürprizindən sonra sizə də kiçik bir hədiyyə var. Sizə də təbrik həqiqətən bizə burada bir anası, bacısı, hər kimi var olasınız. Bayramınızı təbrik edəcəyik. Kiçik də olsa böyük hesab edeyim. Bu da biraz yok. Bilirəm hər şey zövqünüzlə yanında. Ama əsas sizə nə istəsəniz ona varsınız. Təbrik ediyorum. Deryam ham görsün. Seher kim öpür, ikinci sefer öpürsün. Bu şey onu kendi hamısı. Əvvəla, ən birinci Allaha çox şükür edirəm. Allaha çox təşəkkür edirəm və gün-gündən də təşəkkürüm artır. Sizin kimi insanları ətrafına topladığıma görə. Hərəviz mənim üçün ayrı-ayrı, o qədər özəlsiz. İş prosesində ola bilər, arada kiməsə hisslənə bilərik, arada hansımızdansa nəsə. İşdir də bu. Olmalıdır. Amma hamınız mənim üçün o qədər dəyərlisiniz, özünüz kimi dəyərlisiniz. Yəni, hərəvizin adını çəkəndə ən təzə gələnləriniz hələ təzə girir adamın qəlbinə. Amma inanın ki, hamınız mənim üçün ailə kimisiniz. Mən həyatda öz ailəmdən sonra, yəni balalarımdan sonra ən çox sevdiyim insanlar desələr, bilmirəm, səmimiyyətimə inanırsınız. Amma həqiqətən öz ailəmdən, balalarımdan, sonra sizin qədər sevdiyim, bəlkə dəyər verdiyim, önəmsədiyim, bəlkə heç kəs yoxdur. Və ən əsası da hamınızın da həyatında istəyirəm uğur olsun. Övladı olanlar övladından sevinsin, subaylarımız ələ getsin. Adicə məsələn, mən bəlkə də onu hiss elətdirməm. Mən çox belə emosional davranan deyiləm də heç kəsdən. Amma məsələn, mənim ürəyimin bir yerində qalıb görüm, Gülər mənim uşaqları hansı institutda girəcək, hara girəcək. Yəni o mənim beynimin bir ucundadır ki, yaxşı olsun. Və ya məsələn, hansınızsa nəsə olanda istəyirəm ki, və ya biriniz deyəndə ki, evdə bir balaca bir şey var. Necə özümə istəyirəm ki, hər şey həyatımda yaxşı olsun. Həqiqətən siz mənim ailəmsiz. Özü siz mənim ən birinci ailəmsiz. Fidan ikinci ailəm sayılır. O hələ çox balacadır. Amma siz mənim o qədər, yəni sizlə mən hər şey yaşamışam da, hər dövr görmüşəm. Ona görə də yaxşı ki varsınız, yaxşı ki həyatınızdasınız. Və həqiqətən də siz varsınız deyə, sizsiz buranın dirəkləri. Kim sizə deyirsə ki, harada oxuyursunuz, eşitirsinizsə ki, bir müəssisəni saxlayan direktordur, o biridir, bu biridir, birinci sizlər yaxşı olmalısınız. Sizlər yaxşı olmasanız biz heç nəyik. Ona görə də mən bugün bu qədər uşağa xidmət elədiyimə görə ad mənim olsa da hamısı sizin zəhmətinizdir, dəyərinizdir. Aklınızı havalayın. Bu qədər. Amma Zeynəb xanım, hər çıxışı da işçilərlə belə bu qədər öz müəssisəsində, məsələn, ən azından səhər yuxudan durub gələndə Türklər demiş, mutlu gəlirik, sevinərək gəlirik. Mənim də istəyim, həmişə mənim də istəyim odur ki, heç kəsin həyatında pis imzam olmasın. Heç vaxt istəmirəm ki, kiminsə həyatında pis imzam olsun. Və rahat budur, vicdanım rahat deyirəm ki, neçə ildirsə yaşayıramsa, heç kəs deyə bilməz ki, Zeynəbin əlindən, dilindən, əməlindən bir pislik görmüşəm. Bir dənə bu prinsip istəyirəm, həmişə mən buradayım, heç vaxt görməmişəm. Həmişə də dara düşmüşəm, bir cəd yazıb ki, Gülər müəllimə, siz bizim ailədən olmağı unutmayın. O sözü hamımızın yanındayıq. Yaxşı ki varsınız. Hərəmizə də ayrı-ayrı çox istəyirəm. Hərəmizin öz yeri var. Çox sağ olun. İnşallah ki beğenirsiniz. Bana bir de size hansıdır? Göster Güler. o bizim zaten. Kadrosunu çıkart başlayalım.
Mənzurə xanıma da, müəllimə də, sonra hamısı var qaldı. Yılmaz'a da teşekkür ederim. Onun sayesinde bu yıl öz övladlarıma daha çok vaxt ayırıram. Onlar Biz de biz sizden ayrı kalmışız. Həqiqətən də yaxşı ki varsınız. Hərdən qısqanıram, elə bir masada çox oturursunuz. Qısqanıram, yəni. Bilirsiniz neydirəm? Qısqanıram, ürək yazırdım, indi yazmıram. Elə bir orada çox Ben otururum. triplerimi görəsiniz. Orada deyirəm Nurayda deyirəm ki, Nurayda bir oturmuşam.